Abdülniyetler. Bugün sizə din test toplusundan xüsusilə seçilmiş sözlərin orfoqrafiyasını, yəni düzgün yazılış qaydalarını təqdim edəcəm. Hansı ki, bu sözlər daha çox testlərə düşür və çaşqınlıq yaradan sözlərdir. Baxaq. Sünbül n ilə yazılır. Sürtkü. Bəzən ola bilər ki, bunu g kimi düşünürlər, xeyr. Sürtkü şəklində. Meyil, bəzən mail şəklində düşünürlər, xeyr. Burada i var. Marşrut, testlərdə marşrut bu şəkildə verilir. Bunu aldanmayaq, marşrut şəklində. Həşərat, bəzən həşarat bu şəkildə verirlər, amma belə deyil. Həşərat bu şəkildə. Həyəcan sözü də həmçinin. Həyacan şəklində verərlər. Yanlışdır bu ifadə. Həyəcan bu şəkildə. Səhv sözünü bəzən səhv yazan yoldaşlarımız olur. Yəni bu şəkildə və yaxud da ki, bu şəkildə yazanlar olur. Xeyr, s, ə, h, v bu şəkildə. Diktəş yazılır. Diqqət, arxaik. Bəzən texnikum sözünü texnikom şəklində yazırlar. Yəni bunda da diqqətli olaq. Yəni texnikom yazılışı yanlışdır. Texnikum. Hətta baxın, bunu ulduzla da vermişəm ki, yəni bu sözdən bir neçə dəfə istifadə olunubdur. Daha diqqətli olaq. Mikrofon şəklində yazılır. Mikrofon yazarlar, sizi çaşdırmaq istəyərlər. A ilə yox, O ilə yazılmalıdır. Məxfi. Bəzən bu sözü məxvi şəklində verirlər. Yanlışdır. Məxfi olmalıdır. Münbit, münbüt və yaxud da mümübüt bu şəkildə verirlər. Yanlışdır. Münbit olmalıdır. Çil-çıraq. Bu sözü bəzən çıl-çıraq bu şəkildə verirlər, amma yanlışdır da. Bu çil-çıraq şəklində olmalıdır. Əşyəvi. Bunu bəzən əşyavi bu şəkildə verirlər. Yanlışdır. Əşyəvi. Poliglot. Loqarifm. Bəzən bunu loqarifma bu şəkildə verirlər. Yanlışdır. Loqarifm bu cür yazılmalıdır. Billur yazırlar, amma yanlışdır. Büllur. Əjdaha sözünü bəzən əjdaha belə verirlər. Yanlışdır. Əjdaha. Daha sözü ilə yadda saxlayın. Əjdaha. Ülviyyət sözünü ülvüyyət bu şəkildə verirlər. Yanlışdır. Ülviyyət. Ünsiyyət sözü də ünsüyyət verərlər. Yanlışdır. Ünsiyyət. Qumbara. Çox vaxt bunu qunubara şəklində verirlər. N ilə verirlər. Yanlışdır. M ilə olmalıdır. Səlis çox çaşqınlıq yaradan sözlərdəndir. Səlist. Çox vaxt belə verirlər. Yanlışdır. Bu şəkildə yazılmır. Səlis. Belə yazılmalıdır. Tələbat. Bu cür. Bunu hansı sözlə yadda saxlayın? Tələb sözü ilə yadda saxlayın. Tələb, tələbat. Bu cür. Stand. Bəzən bunu stand. Bunu t ilə verib çaşdıra bilərlər. Yanlışdır. Peşman sözünü çox vaxt peşiman. Baxın, bu şəkildə verirlər. Yanlışdır uşaqlar. Peşiman şəklində olmaz. Peşman. Panoram. Kolorit. Töhfə sözünü çox vaxt töhvə v ilə verirlər. Yanlışdır. Töhfə şəklində. Qonorar. Bugünkü. Bəzən belə yazırlar bunu bugünkü. Yanlışdır. Əgər bu söz mürəkkəb söz olaraq düşünülürsə, deyilirsə, o zaman bugünkü bitişik və ya ki, bugünkü şəklində verərlər. Yanlışdır. Bitişik yazılır. Müntəxəbat. Bunu bəzən çaşdırmaq üçün deyə bilərlər ki, müntəxəbat ğ verərlər. Yanlışdır. Müntəxəbat bu cür. Məfhum, nəvaziş, ismarış. Bəzən bunu ismarıc şəklində verirlər. C ilə verirlər. Yanlışdır. İsmarış belə. İllüziya, illüstrasiya. Bax, bu sözləri yadda saxlayın. Bunu bəzən illi, yəni bu hissə i ilə verə bilərlər. Xeyr, illüdür bunlar. Bunu da yadda saxlayın. Boş, bekar deyirik. Bəzən dilimizdə yəni bekar sözü var, amma yanlışdır. Çünki bekar yox, bikar şəklində yazılır. I ilə. Qanlı bıçaq. Bunu defislə verə bilərlər. Yaxud ayrı yazılmış şəkildə verə bilərlər. Yanlışdır. Bitişik yazılır. Yubiley verirlər çox zaman. Yanlışdır. Yubiley. Meyit. Bunu çox zaman meyid. Bu şəkildə verirlər. Yanlışdır. Meyit. Tına. Brilyant. Məcməyi. Tənbih. Müdir. Bəzən müdir şəklində verirlər. Yarpız. Bəzən s ilə verirlər. Mütəkkə. Qoşa k ilə. Komendant. Pəhləvan. Bəzən bunu pəhlivan
van şəklində də verirlər. Pəhlivan. Və yaxud da ki, pəhlavan şəklində verirlər. İ və yaxud da A formasında yanlışdır. Pəhləvan. Müdhiş. Bu belə deyək, çaşdırılması mümkün olan bir çox sözlər arasındadır. Belə deyək də, türk dilində müthiş sözü var. Müthiş. Yəni deyirik bu yemək çox müthişdir. Yəni əladır, ləzzətlidir, əsrarəngizdir, heyrətamizdir bu mənada. Amma diqqətli olaq, müthiş sözünün yazılışı dilimizdə yoxdur. Müthiş sözünün yerinə dilimizdə əsrarəngiz, heyrətamiz sözlərindən istifadə olunur. Və müdhiş. Bu söz başqadır, bu söz başqadır. Müthiş sözü dəhşətli, vahiməli mənasını verir. Və onun da yazılışı bu cürdür. Müdhiş şəklindədir. Yəni başqa bir yazılışı yoxdur. Müthiş sözü bu cür yazılır və mənası dəhşətli, vahiməli mənasını verir. Məşhur. Bəzən h ilə ş-nın yerini dəyişirlər. Məşhur şəklində yanlışdır. Mənbə, bəzən sivilizasiya yazmırlar, sıvı yazırlar. S-dan sonra i-ni qoymurlar. Sivilizasiya yazırlar. Yanlışdır. Sivilizasiya olur. İftar, layihə. Bunu da çox vaxt layihə şəklində olur. Yanlışdır. İntuisiya. Bəzən belə olur. İntiusiya, intiusiya. Belə yazırlar, amma yox. İntuisiya şəklində olacaq. Təqaüd. Hətta təqaüd sözünün, gəlin tələffüzünü də sizə deyim əlavə olaraq. Silək. Aha. Təqaüd. Hətta A-da uzanma var. Təqaüd. Tələffüzü bu cürdür. Sonra, bax bu sözə də diqqət yetirin. Əczaxana. Bəzən z ilə c-nın yerini dəyişirlər. Əczaxana. Belə yazılır, yanlış. Əczaxana. Defis i ilə yazılır. Sırağa gün, s-dan sonra ı yoxdur. Üzr, üzr, üsü yoxdur. Yəni z ilə r arasında ü yoxdur. Təvəqqi. Bunu bəzən təvəqqi şəklində verirlər. Yəni v ilə q-nın arasında ə yox, e verirlər. Yanlışdır. Təvəqqi. Filoloq, məftil, astar, güppultu, pələng. Hospitalı çox vaxt q-la verirlər, qospital şəklində. Yanlışdır. H-la olacaq, hospital. Dirijyoru çox vaxt d ilə r-nın arasına i vermirlər. Dirijor yazırlar. Yəni bu şəkildə. Dirijor. Yanlışdır. Dirijor. Belə olmalıdır. Mübtəda. Doğrudur. Ab-hava. Bəzən abu-hava yazırlar. Yanlışdır. Ab-hava şəklində. Əhval-i ruhiyyə sözündə bəzən əhval-ruhiyyə. Amma diqqətli olaq. Əhvali ruhiyyə. Maqnitofon. Çox vaxt çaşdırılan maqnitofon və yaxud da ki, maqnitofon şəklində. Yanlışdır. Maqnitofon bu şəkildə. Əks-hücum, defislər, tənbih. Dilimizdə hərəkat sözü də var, hərəkət sözü də var. Tarixdə hərəkat, ayaqlanma mənasında. Hərəkət isə yəni hərəkət etmək mənasındadır. Həddi büluğ. Bəzən bunu həddi buluğ şəklində, həddi buluq şəklində də deyirlər. Yanlışdır. Büluğ belə olmalıdır. Bəzən bunu uvertüra sözünü, bəzən üvertüra belə eləyirlər, amma yanlışdır. Uvertüra şəklində. Kineskop. Bəzən bunu kinoskop, kino sözü ilə verirlər. Yanlışdır. Kineskop şəklində olmalıdır. İnteryer, piş taxta, İzdiham, kübar, sətir, sətir iləndir, sətr yazılmır, sətir. Mətin sözü də var, mətin sözü də var. Mətin yazılı parça deməkdir, mətin isə cəsarətli. Əsl, həqiqi deməkdir, əsil isə kübar cəmiyyət, əsil cəmiyyət bu mənada. Gicitkən, gınan deyil, libretto, 2 tığlandı, asfalt, odekolon, barelyef, panoram, nəzəriyyə 2-yi, fayl, f-a-y-lı, ı yoxdur orada. Figur, bəzən bunu fügur deyirlər, yanlış. Fitva, filarmoniya, dekorasiya, eskalator, kəhrəba, felyeton, bəzən bunu felyoton şəklində, yanlışdır. Felyeton, kirpik, bunu çox vaxt çaşdırırlar, kiprik şəklində, kiprik yox, kirpik. Funikulyor, lingafon, leitmotiv, farmakologiya,
Farmakologiya. Yəni bunu çaşdırırlar farmakologiya və ya da ki farmakologiya bu şəkildə səhvdir. Məhbəs, təəccüb, 2ə, 2c var. Suveren, uvertüra, mücəssəmə. Bəzən bunu çaşdırmaq üçün mücəssimə bu şəkildə eləyirlər. Yanlışdır. Nisgil sözü bəzən çaşdırmaq üçün niskil yazırlar, amma xeyr, nisgil belə olmalıdır. İbrət amiz, əskilmək. Bunu çox vaxt əksilmək kimi verirlər, səhvdir. Əski, əskilmək. Bu şəkildə yadda saxlayın. Dolanbac. Səliqə, sahman. Bax, bəzən sahman yazmırlar, səhman yazırlar. Deyirsiniz ki, hə, dilimizdə səliqə, səhman deyirik də, xeyr. Sahman olmalıdır. Universal, izinli. Bax, bunda diqqətli olun. Çox vaxt çaşdırmaq üçün izinli yazarlar, yanlışdır. İzinli şəklində. Cəsus yazarlar, xeyr, casus. Seminar, aktual, aerodrom, poeziya, giley, güzar. Bunu çox vaxt çaşdırmaq üçün güzar yazarlar, yanlışdır. Güzar şəklində. Marif, şöbə, müraciət, qalstuk, məfkurə, xariqüladə. Bunu çaşdırmaq üçün xariquladə. Uzanmasın deyə quladə hissəsini yazdım bir dənə. Yəni burada ü olmalıdır. Ü-nü yazmayıb u-la yazarlar, yanlışdır. Müəssisə, üzrlü, üsü yoxdur. Emosional, iflic, ədabaz. Bəzən bunu ədəbaz şəklində verərlər. Xeyr, bunu əda sözü ilə yadda saxlayın. Ədabaz, düz xətli, bülletin. Bəzən bunu çaşdırmaq üçün billetin, nə bilim, büllətin, belə yazarlar, yanlış. Mündəricat. Bəzən çaşdırmaq üçün mündərəcat yazarlar. Bax, diqqətli olun. Mündərəcat yazarlar, səhvdir, mündəricat. Fakültə, ünəndir. Adaptasiya, ağla sığan. I'sı yoxdur. Ağla sığmaz. Ağıl sözü var dilimizdə, düzdür. Amma ağla sığan, ağla sığmaz. Bu şəkildə yazılır. Astronom. Burada r-dan sonra o olmalıdır. Səhvliklə yazılmayıbdır. Astronom. Bu şəkildə. Atəş, fəşanlıq. Aidiyyət. Baxın, azarkeş. Birdən düşünərsiniz ki, azərkeş olar da. Azərkeş, xeyr. Azarkeş bu şəkildə olur. İnsan neysə azarına tutulur, onun pərəstiş eləyir ona. Nə bilim, onun tərəfində olur. Bəzən eşidirsiniz də futbol azarkeşləri. Yəni, bir növ bu futbol azarına tutulan mənasındadır. Apaq. Apaq, yəni ağappaq mənasında. Bəkməz, bunu çox vaxt hı-la verərlər, bəhməz şəklində, yanlışdır. Bəzən bijuteriya sözünü bijuteriya deyərlər, xeyr, bijuteriyadır. Büruzə, bulka, bloknot, Calal. Calal sözünü cəlal şəklində verərlər, yanlışdır. Calal. Çaşbaş defislə verərlər, yanlışdır. Çaşbaş bitişik. Daşqalaq da həmçinin bitişik. Detektiv. Dübbədüz. Bax bu cür. Bunu bəzən qoşa p ilə verərlər. Dübbədüz, səhvdir. Dübbədüz, b ilə. Diktofon. Eyib. Eyib sözünü ə ilə verərlər, yanlışdır. Əkiz. E ilə verərlər, əkiz yazarlar, səhvdir. Əqrəba. Əqrəba sözünü əqrəb sözü ilə yadda saxlayın. Əqrəb. O cür. Əskər, qıyla, əskik. Bunu bayaq dedik. Füsün, füsunkar. Bu şəkildə. Heyif. Bəzən h, e, y, f şəklində olur. Səhvdir. Heyif ilə olur. Hikə, 2 ilə. Hüsün xət. Bir dənə t ilə yazılır. Hüzur. U ilə. Hüzunu. Üsüz, hüzur, üsüz, xahiş. Bəzən xaiş və yaxud da xayiş bu şəkildə yazılar, yanlışdır, xahiş. İmic, c ilə. İməccilik, iştaha. Bəzən iştəha yazarlar, yox, iştaha. Kampaniya sözü də var, kompaniya sözü də var. Hər iki cür yazılış düzdür. Kargüzar, bu şəkildə ü ilə yazılır. Kargüzar, yox, güzar. Kəl ağayı. Kəl ağayı ağ rəngdə gözəldir. Belə kodla yadda saxlayın. Kəl ağayı bu cür. Kəşfiyyat, labirint, lehinə, maniə, olimpiyada, ögey. Bunu da yadda saxlayın. Övlad. Övlad sözünü bəzən e-lə verərlər, evlad şəklində, yanlışdır, övlad. Dilimizdə samit sözü də var, sammit sözü də var. Yəni, sammit
dəyişkən olmayan, yerində qalan mənasında. Sehr, bəzən sehir şəklində də olur. Verirlər, amma yanlışdır da. S-E-H-R bu cür. Sellofan. Sellofan gündəlik deyirik biz salafan. O mənadadır və yəni o sözdür, amma yazılışı sellofan şəklində. Seyrangah, bəzən seyrəngah olar, xeyr, seyrangah. Səpki doğrudur. Sujet verərlər, səhvdir. Şahanə, şəhanə verərlər, səhvdir. Şahanə, yəni şah tərzində. Şahzadə, şose bir s ilə. Təbaşir, tabaşir deyil, təbaşir. Univermaq, ümid, ülvi, ürpərdici. Bəzən verərlər ki, ürpəşdirici, belə verərlər, amma yox. Ürpərdici. Website defslə. Vermişel bu şəkildə. Vermeşel yazarlar, xeyr. Veteran, yeknəsəq, qına, yubiley, zehin, pingvin, teleteatr, bitişik, səbir, bəzən səbr verərlər, səhvdir, səbir, pilləkən, kulminasiya, bəzən verərlər kulminasiya, səhvdir, kulminasiya, laboratoriya, nuşcan bitişikdir, bəzən defislə verərlər, loteriya, büdcə. Gəlin büdcə sözü ilə bağlı bir dənə də maraqlı fakt deyim sizə. Büdcə şəklində tələffüz edilir. Aha, tərxis. Bəzən təxris yazarlar, xeyr, tərxis. Daş tərəzi bitişik, xiffət, şəffaf, stomatologiya. Bu şəkildə. Sizə vacib olan bəzi qeydləri nəzərinizə çatdırdım. Təbii ki, bu cür sözlərin sayı çoxdur, amma mümkün qədər mən seçə bildiyim qədər seçdim, sizə təqdim etdim. İzlədiyinizə görə çox sağ olun.